Salam müəllimlər, MİQ və sertifikasiyaya 100% düşəcək suallarımızdan biri də inteqrasiyadır və onunla bağlı tarix müəllimlərinə özəl bir test nümunəsinin izahını paylaşıram. Tarix müəllimi Arad erkən dövlətinin iki çevrəsi ilə mədəni, iqtisadi əlaqələrindən danışır. Sonra iki çevrəsində yaranan Şumer şəhər dövlətlərindən də bəhs edir. Dövlət quruluşu, idarəetmə sistemlərindəki uyğunluqları vurğulayır. İnteqrasiyanı müəyyən edin. Burada biz nələrə fikir verməliyik? Arad da erkən dövləti Azərbaycan tarixində keçilən bir mövzudur. Şumer şəhər dövlətləri isə ümumi tarixdə keçilən mövzulardır. Və biz bilirik ki, tarix müəllimlərinin iki məzmunu var, yəni iki fəndən dərs deyirlər. Bu da o deməkdir ki, iki fən arasında əlaqə var. Arad da erkən dövlətlər Azərbaycan tarixi, Şumer şəhər dövlətləri ümumi tarix, iki fənin arasında əlaqə yaradıb müəllim. Demək ki, fənlər arası inteqrasiya var. Bu, heç tapdıq fənlər arasını. Amma əlavə olaraq nəyə baxarsınız? Arad da erkən dövlətinin iki çevrəsi ilə mədəni iqtisadi əlaqələrindən danışır. İlk olaraq mədəni iqtisadi əlaqələrindən, sonra Şumer şəhər dövlətlərindən danışanda nədən danışır? Dövlət quruluşu və idarəetmə. Biz də bilirik ki, tarix fənninin 5 məzmun xətti var. Tarixi zaman, tarixi məkan, dövlət şəxsiyyət, mədəniyyət. Və orada biz görürük ki, mədəniyyət məzmun xətti ilə dövlət məzmun xətti arasında inteqrasiya var. Yəni fən daxili üfüqi inteqrasiya var. Deməli, bizim testimizin cavabı C variantıdır. Fən daxili və fənlər arası inteqrasiya. Müəllimlər, dərslərimə qoşulmaq istəsəniz 055 358 7101 və 055 893 08 39 WhatsApp nömrəmə yazaraq mənimlə əlaqə saxlaya bilərsiniz.